zamanlar çox təəssüflər olsun ki, yaşından, cinsindən asılı olmayaraq tiroid vəzi, qalxanvari vəzi, el arasında zob adlanan xəstəliklərə görə müraciətlərin sayı çoxalmışdır. Boğaz nahiyəsində şişkinlik, quruluq, səsin batması, əllənən bir şişin olması, tez-tez xəstələri ultrases müayinəsinə müraciət etməyə vadar edir. Və təəssüflər olsun ki, biz tez-tez hətta gecikmiş hallarla da rastlaşırıq. Tövsiyə edirəm ki, qalxanvari vəzin müayinəsi üçün ən azından ildə bir dəfə hər kəs müayinə olunsun. Çünki bədənimizin dirijoru olan bu orqan xəstələnirsə, bir çox orqanların fəaliyyətinə təsir etmiş olur. Bizim bədənimizin metabolizması, qadınlarda ginekoloji xəstəliklər və bütün əsəb sistemi, bütün saçlarda, dəridə, dırnaqlarda və s. baş verən bütün problemlər bəzən olur ki, qalxanvari vəzi ilə bağlı olur və mən tövsiyə edirəm ki, ən azı ildə bir dəfə hər kəs müayinədən keçsin.